Allah ne olar bize nəzər elə. Haqqı Fatimə nəzər elə bizə. Özün əlimizdən tut, günah eləmir. İlahi, ya Rəbbəl aləmin. Bu evlərdə oturan qardaşlarım, bacılarım necə sənə dua elədi, sən gördün. Mən də onlara söz verdim ki, duavız qəbul olar, amma özümdən ki vermədim, oxuduqlarımdan verdim. Sənə and verirəm, izzət və cəlalıva, bu qardaş bacılarımın duaların qəbul elə. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntılı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Allahım, bu heyət ki, neçə vaxtı zəhmət çəkdi, bu pərdə arxasında olan qardaşlarım var. Allah, onları xanım Fatimə ilə məhşur elə. Allah, onların nə dərdləri var, tezliklə dərdlərinə əlac elə. Allah, bunların qəlblərində olan hacətləri rəva elə. Cənnəti bizə halal elə. Cəhənnəmi bizə haram elə. Günahlarımızdan əffi qələm çək. Gizlində elədiyimiz günahlarımızı bağışla. Aşkarda elədiyimiz günahlarımızı bağışla. Aqibətimizi xeyirli qərar ver. Son anlarda Əhl-i Beyti başımızın üstündə qərar ver. Son anlarda Əhl-i Beytin simasını görməyin bizlərə nəsib elə. Son anlarda kəlmə-i şəhadəti deməyi bizlərə nəsib elə. Allahım, şəhidlərimiz var, onları Əhl-i Beyt və qonaq qərar ver. Şəhidlərimizin ailələri var, ya Rəbbəl aləm, mən onlarla ünsiyyətim, görüşüm olur, görürəm o analarını çəkir, o balalarını çəkir. Sənə and verirəm izzəti və cəlalıva. O ailələrə, o analara, o balalara, qəlblərinə hüzur, aramlıq, səbir nazil elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. İşğaldan azad olunmuş torpaqlarımızda Əhl-i Beyt məclisləri qurmağı, qədir gecələri keçirməyi, ibadət eləməyi bizlərə nəsib elə. Allah sonda Allahümmə təqəbbəl minna hazəl qalil minəl xidmə. Bu az xidməti bizlərdən qəbul elə.